Dəyərli izləyicilər, daha bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. ARB televiziyasında fəaliyyət göstərən Zaur Kamalın verilişi də bağlandı. Bəli, televiziyalarda artıq böyük bir təmizləmə prosesinə başlanılıb deyə bilərik. Amma Zaurlar efirdə olmayacaqmı bundan sonra? Bunu deyə bilməyəcəyik. Çünki format dəyişikliyi ilə böyük ehtimal ki, efirə qayıdacaqlar. Təbii ki, heç bir həmkarımın çörəksiz və pulsuz qalmasını arzulamıram. Allah hamıya bol-bol ruzu qismət eləsin və bir də ki, yəni Azərbaycan mentalitetinə layiq verilişlər təqdim etsinlər. Qəhrəmanlar kimləri idi? Ekspertlər kimlər idi? Məsləhət verənlər kimlər idi? Məsləhət alanlar kimlər idi? Orada oturan ağbirçəklər, ağsaqqallar kimlər idi? İllərlə gördük. Gözümüz mazıl oldu və çox-çox da təəssüf hissi keçirdik. Amma nəhayətində bəlkə də nəysə gec olur, amma mütləq ki, güc olur. Bəli, Zaur Kamal da artıq, bilmirəm valla verilişinin adı nə idi? Ay Zaur idi yəqin ki. Övladını indi gətirəndən sonra verilişinin adı dəyişibmi, dəyişməyibmi? Bunu bilmirəm. Zaur Kamalın verilişi də bağlandı.